Allah'ın salamı olsun aziz izleyicilerim size. Ben bugün bu ev bitkiləridir. Bu bitkilerin de bu güllerin, ev güllerin adı buna adeten Kitayski roza deyirlər. Bu Çin gülüdür. İndi ben bunu göstermek istedim. Burada neyi size göstermek istedim? İster bağlarınızda, küçük bağçalarınızda olan çatışmamazlık olur bu bitkilerde ve yaxud ev güllerinizde olur. Fikir verin bu gülün formasına bakın. Bunun rengine bakın. Ama burada fikir verin. Deməli, burada yarpaqları görürsünüz. Yarpaqlar sarıdır. Bir de uzaktan çekin, bakın. Yarpaqlar sarıdır. Hem de ki damarlar yaşıldır. Ama yarpaq ayası özü saralır. Deməli, bu bitkide ne çatışmır? İndi bunu demir çatışmamazlığı ilə də səhv sala bilərlər. Amma burada magnezyum çatmır. Magnezyum çatmır. Bunu magnezyum əlavə eləmək üçün, bunu magnezyumla qidalandırmaq üçün biz magnezyum sulfatı 10 litr suya 5 qram əlavə eləyəcəyik və buna verərik. Əgər salamatlı olsa bu xəstəlik, bu çatışmamazlıq aradan qalsa, biz ola bilsin ömür vəfa eləsə, onu da size çekip göstererek. Fikir verin, bu da burada dəqiq qabarıq şəkildə görünür. Sağ olun, gələn görüşlərə dək.